Assalamu aleykum və rəhmətullahi və barakatuh. Əziz qardaşlarım, bir məsələyə bəyan etmək istəyirəm. İstədim ki, bunu bildirim, hamınız biləsiniz. Əlhamdülillah, yəni Şükran qardaşla mənim aramda olan məsələ barədə idi. Əlhamdülillah, qardaşla aramıza şeytan girdi, mübahisələr, problemlər oldu. Həmd olsun Allah ki, yəni qardaş Allah ondan razı olsun. Yəni sonda yəni mənə bildirdi ki, yəni səni tutturmaq fikrim əvvəlcədən olmayıb mənim. Hətta o 15.000 söhbəti bir ara yayılmışdı. Yəni onu mən şəxsən qardaş mənə deməmişdi. Onun özü bir şayə olaraq yayılmışdı. Yəni bunu da dedim biləsiniz. Yəni qardaşın haqqında olan bu kim pis zənn eləyirsə, şəxsən mənim özüm də yəni bir daha da halallıq istəyirəm qardaşdan və nəsə bir zənn varsa dedim hamınız zənni düzəldəsiniz ki, qardaş haqqında pis zəndə olmayaq. Həmd olsun Allah. Qardaşa mən hətta təklif eləsəm də pulzad qardaş dedi ki, yox, mən pul maraqlı deyil. Yəni əsas odur, yəni istəyirəm ki, səndə bəzi şeylər var, islah olası. Yəni islah olmağını istəyirəm. Məni də bu hal sevindirdi. Yəni qardaşımın Şükran qardaşım mənə qarşı, yəni mənə islahıma çalışmağı, əlhamdülillah, Allah ondan razı olsun. Qardaşa bir daha təşəkkür edirəm, bir daha halallıq istəyirəm, elə hamınız eşidin ki, qardaşdan. Düzdür, qardaş deyir ki, hələ axirət halallığı vermirəm, mən elə belə sadəcə o deyir, səni tutturmuram. Yəni bu kişi kimi qardaş bu addımı atdı, heç nəsiz. Gözəl bir addım idi, yəni mən də yenə də, yəni hamımızın adından qardaşa Allah razı olsun deyirəm, təşəkkür edirəm. Allah subhanahu wa ta'ala yəni bu addımla görə onu bağışlamağını istəyirəm Allahdan. Dedim ki, bu zapısı eləyim, yayın qardaşlar, qoy qardaşlar hamı da bilsin. Yəni siz də dua eləyin qardaş üçün. Allah subhanahu wa ta'ala tezliklə qardaşa şəfa istəyirəm. Allah qoy şəfa versin qardaşımıza da. İnşallah çalışacağım ki, bu yaxınlarda da elə qəşəng bir-iki dənə qurban kəsək. Qardaşın həyətindəmi ya, görək neyini yığışaq. Əlhamdülillah, çalışarıq inşallah. Ağsaqqallardan da çağırarıq, bizə nəsihətlər eləyər. Bu addımı da inşallah atacağım Allahın izni ilə. Dedim ki, biləsiniz, əlhamdülillah, qardaşın yəni haqqında heç kim pis zəndə, kim də pis zəndə olsa da zənnini düzəltsin. Qardaşın əlhamdülillah ki, yəni gözəl fikir var imiş, islah. Həmd olsun Allah. Yəni bu da məni sevindirdi. Yəni qardaşımın mənə qarşı belə fikri məni sevindirdi. Qardaş da indi sizdən hamınıza Allah rızası istəyirəm, bunu yayın və başqa qardaşlar da hamıya bildirin ki, yəni qardaş belə bir kişi kimi belə bir addım atdı, heç nəsiz ki, yəni qardaş sən əsas islahını istəyirəm sənin. Bundan da gözəl nə olar ki, yəni qardaşın islah olmasını istəmək. Mən də bir daha yenə də deyirəm ki, qardaş, Allah səndən razı olsun, Şükran qardaş, bir daha haqqı və halalı indi deyirsən ki, indi ümid edirəm ki, gələcəkdə bir dənə də yığışarıq, o qurban kəsib yəri, onda da axirət halallığını verərsən. Yəni onu da deyim ki, qardaş haqqında əlhamdülillah çox söhbətlər elədik qardaşla. Qardaşın əlhamdülillah gözəl fikirləri var. Qardaş Allah bərəkət versin. Deyir ki, hətta bunları da bildirdi ki, mən heç istəmirəm ki, istəmirdim ki, yəni məhkəmədə saqqallılar dayansın üzbəüz, şahid saqqallı sən mən, yəni onları heç mən özümə sığışdıra bilmərəm, dəvətə zərərdir. Bu şeyləri bildirdi qardaş. Bir də yəni nəsə bu tipli şayələr yayılsa bəri başdan deyirəm ki, mən halallıq vermirəm ki, heç bir qardaş mənim haqqımda, qardaşla mənim aramda olan söhbət haqqında hardasa gəlib şayə yazsın, söz gəzsin, ay nə bilim pul söhbət eləsin, o bu belə tipli söhbət eləsin. Bu şeydə halallıq vermirəm mən. Bəri başdan bunu da deyirəm sizə qardaşlar. Kim də belə söhbətləri eləsə, yəni o qardaşa nəsihət edin ki, yəni Allahdan qorx, yəni mən bu nəsihətimi bildirin onlara. Allah hamınızdan razı olsun. Esselamu aleykum və rəhmətullahi və barakatuhu. Esselamu aleykum və rəhmətullahi və barakatuhu. Qardaşlar,
Az öncə Ceyhun Ağdamlı WhatsApp qruplarında səs buraxıb, güya mən onu bağışlamışam. Bu əsassızdır, yalandır. 20 gün bundan qabaq o adam gəlib mənim dükanıma, çağırmışam, oturub yanımda, təklif eləmişəm ona ki, qardaş bax, Allah üçün sənin evlatlarına görə bu məsələdən çəkilmək istəyirəm, izahatımı geri götürmək istəyirəm, amma sənə halallıq vermirəm. Sadəcə şikayətimi geri götürürəm. Şərtim də o olub ki, mənə dəymiş zərəri ödəyəsən, yəni ki, özün məni müalicə elətdirəsən və bundan sonra mən səni görmək istəmirəm. Halallıq da sənə o zaman verəcəm ki, sən əvvəlki Ceyhun olanda. Gedib nə fikirləşdisə, mən ona o təklif eləyəndən sonra qayıtdı, gəldi təzədən mənim yanıma. Dedi ki, mən fikirləşdim, sənə dəymiş zərəri səni müalicə elətdirməkdənsə elə gedib yataram. O mənə daha sərf eləyir, dedi, çıxdı, getdi. Yəni istehza elədi. Qaldı ki, o bu gün də gəlib girib mənim evimə ailəsi ilə. Mənim icazəm olmadan evimin içinə girib, mən onu qovmuşam. Qardaşlar, bunun bu WhatsApplarda indi yaydığı əvvəlkilər kimi yalandan başqa bir şey deyil. Yalan, böhtan, iftira. Yəni belə bir şey yoxdur. Necə ki, əvvəl mənim adımdan yalandan danışıb, mənə iftiralar atıb, indi də yalandan belə şeylər yazır. Vəssalam, qurtardı, getdi. Yəni, məsələn, əsli budur, mən onu keçməmişəm.